Rusiyanın Stavropol diyarının Kursk rayonundakı Kür çayının sahilində yerləşən Edessiya kəndinin 1799-cu ildə Dərbənd şəhərinin ətrafından gəlmiş ermənilər salıblar. Kəndin öncəki adı Dərbənd olub. Bugün Edessiyada 5377 erməni yaşayır. Edessiya ermənilərini başqa ermənilərdən fərqləndirən əsas cəhət onların dilidir. Bu kəndin əhalisi Azərbaycancaya çox yaxın bir dildə danışır. Edessiyalılar həmin dili bizim dil adlandırırlar. Ancaq buna baxmayaraq onlar özlərini erməni hesab edirlər. Bu fakt onu göstərir ki, keçmişdə millətə formalaşdırmış əsas amil dil deyil, din, etika, inanc sistemi əqidə olmuşdu. Edessiya ermənilərinin toy adətləri Azərbaycanlıların toy adətlərinə bənzəyir. Onlar yengəyə yengə, sol dişə isə sol duş deyir. Edessiya türkçəsi sol diş sözünün mənasını fərqli diş deyil, duşcan kimi göstərir. Keçmişdə toydan sonra gəlin mütləq qaynatasının və ya ərinin babasının ayaqlarını yumalı idi. Edessiya türkçəsində toy vaxtı stola, süfrəyə qulluq edən ofisiant ayaqçı ayaq üstə qalan adlanır. Edessiya ermənilərinin mənşəyi ilə bağlı 3 ehtimal irəli sürə bilərik. Onlar Dəşti Qıpçaqdan Dərbəndə köçmüş və zamanla Qriqoryanlığı qəbul etmiş türklərdir. Edessiyalılar Dərbəndəki müqəddəs Cərgis məzarına xidmət ermiş albanların törəmələridir. Bu ermənilər sonradan hansısa səbəbə görə türk dilində danışmağa başlamış aylardır. Ən zəif ehtimal bu olacaq.